Salam dəyərli izləyicilər. Bu videoda mən sizə süni intellekt vasitəsilə necə iş müsahibəsinə hazırlaşa bilərsiniz, bunu göstərəcəm. Təsəvvür edin ki, vakansiyalardan birinə CV göndərmisiniz və sizi müsahibəyə dəvət edirlər, iş müsahibəsinə dəvət edirlər. Bunun üçün, həmin müsahibəyə hazırlaşmaq üçün, süni intellekt vasitəsilə hazırlaşmaq üçün bir neçə süni intellektin istifadə edə bilərsiniz. Mən hal-hazırda Gemini süni intellektindən istifadə edəcəm. Həm öz CV-mi, həmçinin də vakansiyanı Geminiyə göndərirəm. Daha sonra görüntünü açıram. Süni intellekt məni görür və başlayır mənə işlə bağlı suallar verməyə. Mənim cavablarım əgər xoşuna gəlməsə, onu redaktə edir. Bundan əlavə CV və vakansiyadan əlavə bir də prompt göndərməliyik. Promptu isə videonun açıqlama bölməsinə qeyd edirəm. Deməli, mən özümdən bir vakansiya uydurdum. Sanki hansısa estetik klinika üçün SMM vakansiyası axtarılır və onun üzərindən məni belə deyim müsahibə edirdilər. Belə, hər bir şey hazır. Mən indi göstərim. Deməli, görüm indi səsi gələcəkmi telefonun. Kameranı açdım, indi çevirim özüm tərəfə. Salam, məni görürsən? Salam. Bəli, sizi tam aydın şəkildə görürəm. Əla. Elə isə müsahibəyə hazırlaşa bilərik. Mən sizə vakansiyanı və CV-ni göndərdim. Siz vakansiyaya uyğun mənə suallar verin. Təşəkkür edirəm. Qeyd etdiyiniz təcrübə, xüsusilə estetik sahədə bizim üçün çox dəyərlidir. Estetik və estetik klinikalarında işlədiyiniz müddətdə hansı əsas hədəfləri qarşınıza qoyurdunuz və onlara necə nail oldunuz? Əsas məqsədlərim bundan ibarət idi ki, saçlarım və dövlət olsun, bunun üçün həmçinin də Çox gözəl. Effektiv reklam kampaniyaları dedikdə daha çox hansı kanallara və strategiyalara üstünlük verirdiniz? Məsələn, sosial media platformalarında hansı növ məzmun hazırlayırdınız? Maarifləndirici məzmun və canlı yayımlar həqiqətən də güvən yaratmaq üçün gözəl yoldur. Bəs rəqəmsal reklam kampaniyalarında hansı alətlərdən və platformalardan daha çox istifadə edirdiniz? Məsələn, Facebook və Instagram reklamları yoxsa başqa alətlər? Həm Facebook, TikTok, YouTube istifadə edirik. Bunlar sosial mediadan Belə dəyərli dostlar, çox uzatmayacağım videonu. Yəni göstərmək istədiyim budur ki, siz öz CV-nizi göndərirsiniz, vakansiyanı göndərirsiniz, o sizi həmin müsahibəyə hazırlayır. Çox qəşəng suallar verir, sizin cavablarınızı da təhlil edir. Ümid edirəm ki, bu göstərdiyim üsul sizin işinizə yarayacaqdır və taleyinizdə müsbət rol oynayacaqdır.